Tanınmış sənətçi İbrahim Borçalı qonaq olduğu rəngarəng verilişində qız övladı Aysunla bağlı danışarkən duyğulu anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib. Milli Az xəbər verir ki, ifaçı verilişdə qızına olan sevgisindən söz açaraq bildirib. Qızım mənə deyir ki, verilişlərdə hər kəslə mübahisə etmə, əsəbləşmə. Bu gün efirdə qonaqlardan danışanda da dedim ki, hamısı mənim əzizimdir. Qızım üçün yaşayıram. O nə deyirsə, mən də etməyə çalışıram. İbrahim Borçalı Aysunun hazırda kosmetoloq işlədiyini və eyni zamanda təhsil aldığını vurğulayıb. Artıq 22 yaşına keçir. Qız övladı üçün ən vacibi bəxtinin gözəl olmasıdır. Var-dövlət axtarmaq boş şeydir. Sənətçinin bu səmimi etirafı sosial şəbəkələrdə də müsbət qarşılanıb və geniş müzakirələrə səbəb olub.